Ayağındakı neçə ölçüdə abi? 49. 49 azmır gelirsən. Hə? Hə. Neçə dolar? 9 manata. Mənim ayağımdakı neçə? 39 razımız. Neçədir? 9 manata. Aysa. Sən Allah'ın 9 manata ayaqqabı, krasovka eşitmişdin. Yox, eşitməmişim. Aysa. Düzdür, qışda sezon sonunda 5 manata da qoymuşam 60 manatlıq mallar. O hesdə o indi zərərinə verirlər şeylər. Amma bunu sezonu gəlməmişdən 9 manata vermək yəqin ki hər adamın nə idi? Bəli. Duxudur. Ağızları. Durun gəlin Ekspresə. Həm 20 yanvarda var, həm Sumqayıtda var, həm 28 filialımızda var. Eyni mallar eyni yerdədir. Sadəcə qiymət fərqi var, ucuz qiymət. Bu mağazada 25 manata da başdan ayağa geyinə bilərsən. 30 manata da geyinə bilərsən. Bir dənə də buna baxın. Hə? Kətan dəstərimizə baxın, səliqəyə baxın qarşıya. Buna bax. Kətan dəstərimizə bax. Hə, manatınızı da götürün. Gündəmin mallarıdır, sadəcə məndə qiymət fərqi var. Üçlü dəstlərimiz. Həmin o Zelenski dəsti gedib alırsa, o da qiymətlə. O bizdə var da. Vallahi nə deyirsiniz var da, böyük mağazada ayaqqabı nə vaxt 11 manatdan makasimimiz var. Alın. Hansı? Bu üçlü dəstəmi. Bax buna bax, bir kofta. Gəlin sizi gözləyirik. 40 manatınızı da götürün gəlin.